Çəhrayı ay, oktyabr ayı, sinəmdəki belə bir çəhrayı lentdən də görünür. Bu ay süd vəzi xərçəngi ilə mübarizə ayıdır, maarifləndirmə ayıdır və bir neçə ay ərzində bütün saxladığım süd vəzi patologiyalarla ayrı pasientlərimi bu ayda paylaşacağım. Çox xahiş edirəm ki, bütün videolarımızı diqqətlə izləyərsiniz. Çünki süd vəzi xərçənginin yaranmasında reproduktiv orqanların patologiyalarının da təsiri var və süd vəzi xərçəngindən əziyyət çəkən pasientlərimiz müalicə dönəmində onkoginekoloqlarla mütləq bir belə deyək münasibətdə olmalıdırlar ki, həm endometrial patologiyalar, həm yumurtalıq patologiyaları həmin pasientlərdə yarana bilər. Ona görə mən də öz boynuma düşən belə deyim borcumu bu ayda sizlər üçün yerinə yetirəcəm, maarifləndirəcəyik.